Bilirəm, videonun başlanğıcı çox qəribədir. Burada qatarla Milan şəhərinə, Venesiya şəhərinə gedirik. Burada yer axtarıq oturmağa. Gələn kimi artıq gondola adlanan bu qayıqları gördük. Hər yer su hövzəsi idi, amma çox estetik görünürdü. Yəni hər yer tam şəkilli idi, onu deyə bilərəm, çox qəşəng idi. Deməli, bu su içində gedən avtobusların birinə mindik, 9 euro verdik. Burada onsuz da başqa bir transport yoxdur, yəni ancaq su üstü, yəni su içində gedə biləcək bir transport. Burada görə bilərsiniz necə qəşəng görünür mənzərə. Hətta bilmirəm niyə, amma bura məni Budapeşti xatırlatdı. Orada olmasam da çox oxşadı elə bir. Yanvar ayında getmişdik, ona görə şam ağacı hələ də buradaydı. Sonra belə bir random küçəyə girmişdik və arxamızda uşaqlar da gedirdi əllərində bayraqla. Tam anlamadım nə idi, amma hər nə idisə maraqlı idi. Buradakı bu qayıqları kirayələmək də olurdu. 80-90 euro kimi qiyməti var idi. Neçə dəqiqə sürdüklərini bilmirdim, amma əlimiz gəlmədi verməyə o qədər pulu. Onu qeyd edə bilərəm ki, şəhəri maks 2 günə bitirmək olar. Yəni biz səhəri gedib axşamı qayıtdıq. Yəni demək olar ki, hər yeri gördük. Çox gözəl idi, maraqlı idi, amma əlbəttə ki, belə bir yerdə yaşamaq adama çətin olar. Deməli bizim avtobusumuz getdi. Bizi saxladı. Bəli, çünki çox adam var idi, ona görə biz minə bilmədik. Avtobusumuzda deyim, yəni su avtobusu. Burada belədir, burada maşınlara icazə yoxdur, velosipedlərə icazə yoxdur, heç nə icazə yoxdur. Burada tək transport, ancaq yəni bizim dilimizdə lotqələr, lotqalar, qayıqlar, bəli. Ümumiyyətlə şəhərin vibe amma çox qəşəng idi. Yəni gəlib görməlisiniz mütləq şəkildə İtaliyaya gəlirsinizsə. Buradan da vlogu sonlandırıram. Hamınızı öpürəm. Sağ olun.